Bayramdan əvvəl bayram bazarlığı mütləqdir. Səhər maraqlanacağım bu söhbətlə. Alanda maraqlanırdın. Amma bu bazarlıqdan bol gülüşlə qayıdacaqsınız. Sən niyə bu ləhcə ilə danışırsan? Mənim anam Hindistanlıdır, atam Səlyanlı. Hər yeni ilin ənənəsinə çevrilən Komedixananın böyük səhnə konsertlərinə yenisi əlavə olunur. Bayram bazarlığı. Çox əsrarəngizdir. Ardarası kəsilməyən gülüş səhnəsi 3 gün ard-arda davam eləyəcək. Nə dedim? 19, 20, 21 dekabrda Görəcəyik də. Heydər Əliyev sarayında biletləri iTicket Az və şəhərin bütün kassalarından əldə eləyə bilərsiniz. Məsələ həll olundu. Dadlı dostu, bol ulduzlu bayram bazarlığına təlləsin. Necədir, bəyəndiniz? Əşəndə bazar Xəzər TV'də efirə qayıdır Komedixana. Gülməli məzəli səhnələrlə sizə gülüş verir Komedixana. Yepyeni səhnələr bizdə izlənər, şan parodiyalar hamısı bizdə. Burada var bol yumor, bol əyləncələr, edirik hər şeyin ən gözəlini. Sizlərə gülüşü bəxş edərik biz, sizin qarşınızda Komedixana. Qasım, hələ çox gəzəcək. Ay Qəmər, Hə. Abşeron Ticarət Mərkəzində mağazalar gör nə qədədir. Hamısı da yanbayan, hamısında da kampaniya var, onlardan yararlanmaq lazımdır da. Hə, gedək Gedək yararlan. Əsas odur ki, mən bu turbalardan götürdüm. Götür. Götürdüm kəndə. Sözsüz gedin, mən pulum verim, gələm, gedin. Deyirəm, ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əliboş nəvə yanına gedərlər. Ay qız, əliboş nöş gedirik, Hə. buna bax. Nədir Gör o? nəvəmiz üçün nə yaparram. Piredo bezi. Hələ buna bax, Piredonun nəm salfetləri, Piredonun maye sabunları. Başın işləyir sənin. Yenə dedi başın işləyir ya. Ay qız, keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki, götür bezləri, yaşal gedin. Sonra dalaşarıq. Valla girmir beynimə də, bax buradan öyrənilən buradan yadımdan çıxır. Ay iradə. Uşaqlar, görün sizə nə gətirmişəm. Nə gətirmişsən? Nə gətirmiş? Biz onun yeni soyuq kofeləri, uşaqlar bir dənə dadlıdır. Bax, özdə latte, cappuccino kim alsından istəyir? Mənə latte. Mənə cappuccino. Latte, Birini ver şirini mənə. azdır, cappuccino sən xoşdursan şirini. Güzər xanım sizin olsun. Təşəkkür, Baxın, bax, yuxusuzluğu, yorğunluğu, susuzluğu aradan qaldırır. İçin, zövq alın. İçməyin. Gəlin belə vuraq, çəkim. Hə? Gəl. Bumerang elə də. Ay ana, bax, gəlinivin cehizləri hamısı gəldi. Hamısı da Quix-dən. Sağ olsun mənim gəlinimi, sağ olsun. Həmişə bu offside mağazalarında görürdüm bu Quix-in əşyalarını. Ürəyim gedirdi. Sağ olsun gəlinimi. Sağ ol, ay ana. Sağ olsun. Sağ ol. Deyirəm, sağ olsun Quix-in məişət texnikaları. Görüm anam ana getdi. Ana! Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Bu səhnəyə baxanda hər biriniz öz uşaqlığınızı xatırlayacaqsınız, əziz izləyicilərimiz. Məktəbin ən dəcəl uşağı, alqışlarınızla. Buraya görün. Sifətə bax, adama oxşamırsan. Sifətə bax. Bəy,
Danış görüm nə olub, dərdin nə day bala? Məktəb fıradı. Hə. Direktor harda olsa gələr. Hə. Mənə görə bu gün valideyn icazə ediblər. Mənə deyiblər ki, valideyni bura gətirməsən, sən bir də bu məktəbə gəlmə. Valla təzə banlayan xoruz kimi bu nədir? Qalxın, bu nədir? Bir də sənə deyib atın gəlsin, düz deyil. Ged atını çağır da, mən sənin atın deyiləm axı. Sən mənim atamı tanımırsan, da dayı. Mənim atam qəssab işləyir, qəssab. O bilsə ki, bu gün mənə görə icazə olub, mənə götürər, aparar yanına, inəyin bağırsağını tökər qabağıma ki, ala bunu təmizlə. Ona görə səni gətirdim ki, sən onu əvəz eləyəsən də. Bildim, bala, mən taksi şoförüyəm. Mən ora-bura klient taparıram, 5-10 manat pul qazanıram. Deyib atın gəlsin, atın, bəlkə atıma deyiləsi sözü var. Dayı, sənə demirəm ki, sən mənə ömür boyu atalıq elə. Və nə qədər? 15 dəqiqədə atalıq elə də mənə, nə olar ki? Atalıq eləyim sənə? Hə. Eləyim də? Ala bax, eşsən. Elə bir kimi işlər aparmısan da. Elə bir krant açmırsan, krantdan su gəlmir. Bu nədir? Atalıq elə bəlkə də. Nə qədərdir? 20 manat. 20 manat tut bu ne? 20 manat. Ata de bu. Ata. 30 manat elə onu. Dayı, üstündə cəmi 5 manat var. 5 manat anlar. Ondan artıq yoxdur. Yaxındır. Bir 25 də 25-dir, ver mənə. Mənə bax, onda sən mənə de görüm ki, bala. Onlar nədən şikayət eləyəcək? Neyləmirsən? Mən bilimdə hazırlıqlı olum. Dərsə 2 dəqiqə gecikmişəm. Hə. Ona görə. Bir də dərsin ortasında yüngülvari anqırmışam. Müəllimə söndü, mənə dedi ki, şimdi o dədəsin səsini çıxardan. İndi 15 dəqiqə gedir də, mən dədə oradayam da, mənə dədə söndü. Mənə bax, bunlar olur da, bunlar xırda şeylərdir. Əsas güclü nəsə eləməmsən. Ya. Həbs yox, problem yoxdur. 15 dəqiqə mən ollam sənin atın. O gəl müəllimi gözləyə görə harda qaldı. Gəl bəri. Gəl bəri, müəllimə gəldi, gəl bəri. Gəl bəri, gəl atağın yanına, gəl atağın yanına. Salam Melek. Salam Melek'im müəllimə, salam Melek'im. Hoş gəlmişsiniz. Çox sağ. Siz Vurğunun valideyni sizdən? Vurğun kimdir? Necə yəni kimdir? Sizin oğlunuzun adı Vurğun deyil. Dedi, adın nədir? Vurğun mənəm. Mən əvvəldən deyirəm Vurğunam da. Nəyəm be, yaddan çıxdı. Vurğundur müəllimə, bəli, Vurğunun valideyniyəm, atası. Sizin oğlunuzdan ümumiyyətlə xəbəriniz var? Ha? Nöş yoxdur, evdə olmuram bəyəm. Siz bilirsiniz, bu məktəbdə sizin oğlunuzdan nə qədər şikayət var? Nə şikayət olub ki müəllimə, nə qayırıb? Sizin bəyəm uşağınızın şikayəti. Bildim mən müəllimə, bax qulaq. İkidir bəyəm, ay qardaş. Bildim mən müəllimə, bax dərsdə səs çıxardıb, bunu hamımız eləmişik, də kim eləməyib? Bir də ki, bir şey olan kimi ata gəlsin, ata gəlsin, ata gəlsin. İş adamıyam mən, işdən gəlmişəm, icazə almışam, deyin dərdinizi. Nə olub? Mən müəllimə bir dəqiqə üzr istəyirəm. Asakal, sizə bir sual verim. Buyurun. Sən bu uşağın nəysən? Oxşamırıq, dədəsi. Yox, mən sual verirəm. Sən bu uşağın nəysən? Əmisən, dayısan, bibisisən, xalatsan. Bu uşağın nəysən? Bibisi. Görmürsə, atasıyam da. Atasan? Atasıyam. Atas. Nə olur? O nə uşaqsan bir? Sənin xəbərin var sənin. O uşaq mənim xəbərim ver. Xəbir deyil. Ha? Xəbərim. Bırak git. Papağı ver. Gəl əl çək məni. Çəkmə. Bırak. Səni saxlama mənim. Yanıram, alışıram mən. Sənin xəbərim var. O nə uşaqsan böyütmüsən. Salmışsan canımıza mənim. Mənim öyümü yıxıb o. Allah səni öyümü yıxırsan. Heç edəmlər. Nə olur? Papağı get bura. Papağı get bura. Qardaş, dinlə, nə olub? Dinlə. Gəl yaxına gəlsən, vurarsan. Nə olur? Dəqiqə, sakitləşin. Özünüzü ələ alın. Narahat olun. Sakitləşin. Sakitəm mən. Sakitəm. Sakit həll eləyəcəyik. Müəllimə, mən bu məktəbin yanında hamam işlədirəm. Bəli. Hamamım var. Bəli. Mənim pulum kirdən çıxır. Sürtürəm, kir çıxır, pul alıram. Bəli, bəli. Diqqətlə qulaq asın. İşimin yaxşı vaxtında gəldi bu uşaq bir gün ki, əmi, sən burada hamamda nə qədər su pulu verirsən? Aha. Dedim bana, olur da ay olur 2500, ay olur 3000, ben suya pul veririm. Bəli. Dedi ki, gəl səndən bir iş quraq. Dedim bana, nə işi? Dedi, direktor mənim adamımdır. Aha, mən. Güya mən. Güya. Bəli. Danış, o danışsın. O direktora bəs yüngülvarı hörmət edəcək.
sənə bu məktəbin suyundan levi su çəkin. Sən su pulu vermə. Görürsünüz, heç bu orta məktəb şagirdinin deyəcəyi sözlərdir. Hə, ay valideyn. Yox. Siz niyə tərbiyə vermirsiniz bu uşağınıza? Kül olsun mənim başıma. Nəysə müəllimə, mənim sağ qızımı oğradı. Məndən də 4500 manat şapka aldı. Nədə? Dedi mən orada görün baxım eləməliyəm, suyu da çəkməliyəm. Pulu da verdim. İndi nə pulu gəlir, nə su gəlir. O pulu. Qəpiyinə kimi səndən alacağım. Səni tutturacağım. Səni tutturacağım Nasıl nədir? ki oturayım, ey qardaş? Məndə hardandır 4000? Mənim 4000'im var. Gəl keç buna. Gəl keç buna, özüm danışarım oyuna. Və onlar bile müəllimə sağ verim. 4000 ondan almışsan, 25 manat. Adam atıya 25 manat pul verir. Çıxad ona 50 manat elə. Ona 50 manat elə. Yox, sonra eləyərik. İndi elə deyil axı. Danışdıq axı səninlə 20 manat. Onlar mən müəllimə bir dənə sual verim. Bir dənə. Müəllimə onlar bir dənə sual verim. Buyur. Mən Eşidirəm səni. Siz o hardan məndən şübhələndiniz? Mən o gecə saat 3-də torpağın altından qazmışam o levi suyu. Siz ona hardan şübhələndiniz? Oy dədə. Bu uşağın danışığını görürsünüz. Görürəm. Ay bala, hardan şübhələnəcəm? Sənin xəbərin var, keçən ay bizə 2200 manat su pulu gəlib. Nazirlikdən bizə bildirdilər ki, ay müəllimə, ay direktor, siz neyinirsiniz bu məktəbdə? Hamam açmısınız, yoxsa moyka açmısınız? Utanırsan heç elədiyi gün hərəkətdən? Bu uşaq dələduzdur. Nə qayırıb da müəllimə? Bu uşaq dələduzdur, bundan artıq neynəməlidir? Bundan artıq neynəməlidir? Sözüm yarımçıq qaldı. Məndən pul alıb suyu çəkdi. Müəllimə biləndən sonra gəldi işin yaxşı vaxtı, həftənin sonra 6-cı gün hamam vaxtı suyumu kəsdi. İçəridə 9 dənə kişi fitəli sabunlu qaldılar. Bir də mən qıyvırdım ki, kişilər fitəli çıxıblar yola. Hamısa göz sabun görmürlər. Gəl suhanı. Mən məcbur getmişəm müəllimə. Mən işim getmişəm həyətdəki oba marketdən. 10 litlik su almışam. O kişiləri qəşəng yumuşam. Qəşəng masaja vermişəm onları. Halal olsun. Daban daşan sürtüb yola salıb getim. Mənim pulumu qəpiyinə kimi verəcəksən. Pul var məndə. Səndən alacağım. Bu uşaqda heç bir günah yox. Aysa. Mən atam verəcək hamısını. Verəcəklər. Hamısını verəcək. Denən ki, bu əmiyə borcum var. Sənin bu əmiyə borcun var. 4000 versin. Canın çıxsın ver. Bəli. Adamsan, adam balassan. Denən ki, verməsən mən evə gəlməyəcəm, denən. Verməsən mən evə gəlməyəcəm. Sən söyüş də qoyum. Atanamaya mən səndən. Qardaş. Atanamaya mən danışdım. Qardaş, siz bir dəqiqə özünüzü ələ alın. Xahiş edirəm, əyləşin. Bəli, müəllim. Hörmətli valideyn, mənim sizə bir dənə sualım var. Buyurun. Sizin bir ata kimi evdə nə probleminiz var? Kül olsun mənim olan günüm. Mənim nə problemim olacaq? Evdə hər şeyim var. Yeməyimiz, içməyimiz, heç bir problemimiz yoxdur. Siz bilirsinizmi ki, sizin oğlunuzu Xədicə müəllimə ayaq yolunda siqaret çəkən yerdə tutub? Zəhrim var, sən sigaret çəkirsən? Və maşında birini özün məndən almadı. Aton kimi danışıram. Nə sigaret çəkib, bilmirsiniz? Özüm onu danlayacam evdə. Əlinə dağ basacam, o heç. Sizin uşağınızı Xədicə müəllimə birinci dəfə deyil ayaq yolunda siqaret çəkən yerdə tutur. Nə vaxt tutub? Bəli. Deyib, atamın dərdini çəkirəm. Yəni sizin nə bir dərdiniz var ki, bu uşaq hər 45 dəqiqədən bir tələffüzdə gedir, siqaret çəkir, gəlir. Bizdə də. Valla mənim nə dərdim var, sən gəlib sigaret çəksən? Sən yadındadır dedin mənə evdəki daha mən aeroportdan müştəri götürəmirəm. Ay sağ ol. Mən də o özümə dərd eləmişəm, hər tənəffüzdə bir dənə sigaret çəkirəm. Oğul sən çəkmə də, qoy dərdi ata çəksin. Çünki mənə lisenziya vermirdilər, müəllimə bir həftədə lisenziya almışam, taksi sürmək üçün. Bir dənə də sizə sualım var ha. Üzr istəyirəm, doyunca. Buyurun. Bu Xədicə müəllimin oğlanların tualetində nə işi var? Olmazdı bu, olardım mən. Nə olardı? Ay qardaş, görüb fortuçkadan tüstü çıxır. Yoxlamaq üçün girib də içəri. Bildim. Bildim müəllimə, mən sizi başa düşdüm. Hörmətlə yanaşıram. İcazə verin, mən bunu aparım evə. O sigaretə gönlə əlinə damğa basım. Bunun haqqında ölçü götürüm, ölçünün razmerlərini deyim sizə. Bir dəqiqə dəyərləysən, hara gelsən, hə? Nə olur? Mən başa düşürəm. Sən nətər atasan ki, sənin uşağın özün idarə elə bilmir? Hə?
Nətər atasan sən ata? Boyun yerə soğun mən. Bu da Ayıp tərbiyə. diyorsun. Atan adam atası neden danışar? Nə evdə vaxtıyla məndən məşğul olmamsan, ay ata? Adam atası neden danışar? Söhbət eləmiş də. Bu qədər də danışmamışım. 25 manat. Mən sizin bu zülmət fiyatımız götürməz mi o pulu? Ne varım kardeş, neyini? Boşuma dön. Qardaş, mən Bəli. məktəbin qabağında o karafka qoyub, Nə? üstündə şirin quşdu, kişmişdi bulkadı. Bəli. O şirin pamukdan satırdım. Həcəb eləyirdi. Sən bu oğlundan məndən şəriknə işləyirdi. Bəli. Faizə. Bəli. Elə bir ki, məktəbdən sonra o sinif yoldaşlarını gətirirdi. Aha. Mən onlara pambıq satırdım. Bəli. Hər pambıqdan ona 15% verirdim. 15% onun idi. Bunun. Aha. Günlərin bir günü gəldi, pambıq yeyə deyir ki, yox, bu şirin pambıqda bir iş yoxdur. Bunun başını bırax. Deyirəm, qardaş, mən nə iş görüm, mən oxumamış adamım. Düz deyir. Dedi ki, yox, dövlət içində işləmək istəyirsən. Aha. Dedim, mən oxumamışam, eləməmişəm. Mən hardan dövlət içində işləyim, nətər işləyim? Düzdür qardaş. Dedi ki, sən biraz görün baxım elə puldan zatdan. Direktor mənim adamımdır. Gör mən direktorun adından istifadə edir. Bəli. Gör bu uşaq nə dərəcədə qudurub. Qudurup. Qıdırmışam. Darıxma, darıxma. Hardı var, qulaq as. Buyurun kardeş. Deməli, dedi ki, direktorun yanında geri danışacağım, səni düzəldəcəm mühafizəyə. Aha. Nəysə, pulu düzəltdim. Getdim oradan buradan aldım, dedim, əşi, dövlət içində baxma. Bəli. Səhər bir gün pensiyası var, o bax. Düz. Nəysə, dedi get, əlini qoy başının dalına, formanı tikdir, hazır gözdə sağ zəng gələcək. Qardaş, sentyabrın 15 olduğu zəng gəlmədi. Oktyabrın 1 olduğu zəng gəlmədi. İkisi, üçü, dördü, gəldim axırda direktorun yanına. Bəli. Dedim ki, ay direktor xanım, Tanırsan. və mənim bu mühafizə işim nə oldu? Sağ zəng gələcək. Mən üzr istəyirəm. Neyini? Neyini? Mən bilsəydim Görürsün. girməzdim heç bu sinifə. Görürsünüz? Bəli, görürüm. Görürsünüz siz uşağınıza verdiyiniz tərbiyəni. Bəli, Ha? bəli. Sizin uşağınız axı, baxın bu kimdir axı bu 9-cu sinif şagirdi? Bu boyda cəmaatdan pul alır, cəmaat işə düzəldir. Bəli. Kimdir də, kimdir? Mən paraliz keçirmişəm, heç çənəm əyilib mən. Sən xəbərin var, mən çənəm belə döl deyil. Bildim də Şirin Quş müəllim, mən sizə gözəl başa düşürəm. Daha indi uşaqdır da eləyib, biz səhv də eləyib. Səhv də eləyib. Gedib evdə danlayacam bunu. Müəllimə gedib bundan ölçü götürüm, ölçülərin şəklini çəkib atıram sizə. Yox, mən bir dəqiqə üzr istəyirəm, Asakal. O uşaq səndən nə qədər pul aldı? 8500. Vay dədəm var. O da 4000. 8500. Bəli. Yaxşı, 8500 müqamində dedi ayda mühafizəsi sənə düzəltsəm, ayda nə qədər maaş alarsan? Dedin, əmin, sosialı vergini, bu xərcləri çıxdın, 224 manat əlinə nəqd gələcək. 224 manat. Bəli. Sənə elə olan haqqı olur. Niyə? O ağız var ha, elə əyləsi ağızdır. Sən 8500 manatı nə vaxta çıxardarsan ha, yetir. Ayda 224 manatdan 8500 manat çıxacaq. Bildim, məni qəribə belə hipnoz elədi. Mənim 8500 manatı verəsiz ha. Verməsəz oğlanlarıma deyəcəm, antilop sifət. Ha bax, 8500-ümü ver. Bildim də, qardaş, nətər verim, mən taksi sürürəm. Gedərəm evdə danışaram, borc çıxarıb hər ilim gətirib verərəm də. Sizin uşağınız Bəli. jülikdir. Çox sağ ol. Jülikdir. Çox sağ ol. Və onun jülikliyi onun atasından keçib ona. O uşaq elə belə jülik olmayıb. Siz jülik olmusunuz, sizdən də oğlunuza keçib. Onun atası ölsün. Canım çıxarsa 8000 də verərsən. Kim verər? Sən. Vay, mən nə Atam da verəm? ölsən, verməlisən. Verəsiz, elə şey yoxdur. Pulumu verəsiz mən. Baş üstə. Başa düşdün? Baş üstə, qardaş. Verməsəz oğlanlarıma deyəcəm. Müəllim, onda icazə verin, mən gedim evə. Bunun haqqında tədbir görüm, ölçü götürüm, ölçüləri yazılı formada yazıb atıram sizə. Biz onun ölçülərini neyinirik? Mən gedim evdə danlayım da bunu. Hara gedir sizi? İndi nə olub, Hara gedirsiniz? Hara gedirsiniz? Bacı, sənə nə olub? Nə olmayıb mənə? Bu nə? Şəhət qısalmır, şəhət qısalmır. Şikayətlər birdir-ikidir bəyəm. Sizə nə inəyib, ay bacı? Müəllimə, Bəli, buyurun. mən bu məktəblə üzbəüz dərzi yerim var. Bəli. Elə otururam burada xırda-xırda valideynlər gəlir, uşaqlar gəlir, düymələri qırılır, tikirəm, nə bilim, Bəli. zamokları xarab olur, dəyişirəm, öz başımı qatıram da orada. Bəli. Bir gün bu, vurğunu güclü gəlmiş vurğun. Məndir. Bu yerə soxum. Gəldi mənə dedi ki, xala, bəs dərsdən qaçırdım. İkinci mərtəbədən tullananda keçdim ağaca.
Yəni, sən dərsdən qaçırdın bala. Zart elədi, zart elədi. Zart eləyəcəksən indi, darıqma. Gəldi ki, keçdi mağaza, şalvarım partladı. Bəli. Bir dənə bunu tik. Mən də dedim, uşaqdır da. O qədər qaçmışıq ki, Bəli. dərsdən qaçmışıq, gedib oynamışıq. Dedim, ver tikərəm, nə olar? Bunu tikdim, verdim. Bəli. Dedi, xala, sən mənə yaxşılıq elədin. Düzdür. Gəl mən də sənə bir yaxşılıq eləyim əvəzində. Nədir o müəllimə? Dedi ki, mənim atamın Bəli. Dubayda rentakarı var. Kimin? Sənin də. Sənin. Yalandan basıb bağlamışam da. Ay, sizə qurban. Bu sifətdə rentakar olar. Rentakarım zadım yoxdur, yalandan deyir. Qardaş, mən mənə deyiləni deyirəm. Bildim. Dedi, mənim atamın orada rentakarı var. Bəli. iPhone 17 istəyirsən, 2500-ə deyim, gətizdirim səni oradan. Bu? Hə. Sən iPhone 17 görmüsən, hə? Müəllimə, mənim öz telefonuma baxın. Batareyka şişib olub bu boyda. Yayda qulağıma qoyur, amma issi vurur, uzanır dizmə kimi. Mən olsa elə özüm işlədərəm də onu. Elə məndə də o gündədir. Məndə də iPhone 8-dir. Bir də yenilənmə zad da gəlmir, iPhone-un özünün yadından çıxıb ki, belə telefon buraxıb yəni. O gündədir. Bəli. Fikirləşdim 2500 iPhone 17 var, yox. Yoxdur. Dedi, bax, o əlindəki 8-i ver, mən onu 100 manata satım. 2400 da pul düzət qoy üstünə. Vay dədə. Ver, mən sənə iPhone 17 gətirəcəm. İnandım da, geyindi şalvarın, kəmərin bağladı, pulu qoydu bir cibinə, telefonu o bir cibinə. O gedən getdi. İndi iPhone 17 təpəsinə dəysin. Bəli. Mənim iPhone 8-mi gətirin qaytarında, qardaş. Nəylə verim? Sənə qurban olum. Və mənim müştərilərim zəng eləyir. Və mən canlı açıram orada TikTokda tıklayırlar, bu tikdiklərimi göstərirəm. Götür qaytar da. Qəpiyinə qədər gətir pulumu qaytar da. Bildimi? Mən qələt eləyib səndən 25 manat almadım ki. Ay kişi, danış da, dillən də. Dillən də, sən neynəmirsən? 8000 birindən, 4000 birindən, sizdən nə qədər? 2400 100 manatlıqda telefon. 2400. Gör, hansı söhbətə gətirmirsən məni? Antilop sifət, 8500. 8000 olsun 500. Bilirsən nə var? Apartamatın pulunu qaytar. Damatın pulun yox, atası 4 lan. Pulu qaytar da. Pulu qoyar sonra. Bir dəqiqə yan, bir dəqiqə yan. Başım mən onun atası deyiləm. Nətə? Bəli gəl. Atalığı səninlə neçə dəqiqə danışmışdıq? 15 dəqiqə. 15 dəqiqə. 15 dəqiqə tamam olub, 2 dəqiqə də artıq. Mən atalıqdan imtina eləyirəm. Bunun atası deyiləm bu gündən. Bu uşaq, bu da süz. Mən getdim öz evimə. Deməli, sən mənim atam deyilsən, delə? Yox. Bu gündən sən atanam, atam yoxdur. Heç mən də bugünə sən mamamı tanımıram. Boşuyacaq. Mən ata uşaq da evə gəlməyəcəm da. Heç gəlmə. Çağırdım. Heç mən bilmirəm sən hansı evdə qalırsan. Sən validən sonra sən gələm, ama düşdü. Sən də məni axtar kimi mən axtarma. Hayda. Mənim özündən alar. İçdin. Buyur. Ben bakaracık. Bir dəqiqə sakitləşin, narahat olmayın. Həll eləyəcək. Bir dəqiqə Bala, sakitləşin. bizim pulumuz. Sizin pulunuzu cəm deyil. Mənim elə bir daim Moskvada işləyir. Yaxşı pulu var ama, yaxşı pulu var ama. Siz mənə atışın öz aranıza, bilet pulu zərdə 1000 manat. Mən gelin Moskvaya, gelin daimi ağız açım, o pulunuzu götürüm gətirim verim sizə. Nətər? Nə fikirləşirsiniz? Neyniyək? Nəsə eləməliyik də. O Getsin, gətirsin, gəlsin. Hədə gözləməklə onsuz da bir şey olmayacaq. Bu pulu diriltmək üçün biraz pul xərcləmək lazımdır. Ona görə gəlin biletin pulunu düzəldək. Dəqiq dayın orada yaşayır. Yaxşı fikirləşin, ha, bax. Hə, 100%. Dayım Moskvada yaşayır. Hə. Gətirən sənə pulu. Hə. Hədir, Gətirəcəm, hədir. gətirəcəm. Alaq, bileti alaq. Gətirin. Bu mənim pulum. Rəddansın gəlsin. Gətirsin də. Allah, bu da mənim bilet pulum. Mən də verdim, bax. Gəl gedək. Gəl sənə bilet alım, uç Moskvaya. Satan üçün bizim pulu göndər al. Hə, yaxşı, hə, gələcəm. Predo'nun tuman bezlərinin istifadəsi çox sadədir. Rahat geyinilir, belə tam oturur. İstifadədən sonra hər iki tərəfdən asan aç, qatla və at. Analar gülsün, balalar xoşbəxt böyüsün. Bu nədir? Chico'nun qara ildırım tumları. Chico'nun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Chico'nun qara ildırım tumları olandan sonra səhərə qədər sənə qulaq asaram. Təki tumum olsun. Hə, anla. Nə dedin?
Bax, divar kağızlarımız da gəldi. Atan evin bütün divar kağızlarını dəyişəcək. Özdə hamısı divar kağızları Mister Dekordan. Ay ana, nə gözəldilər. Mister Dekor divar kağızları Ağdamın Sənaye Parkında istehsal olunur. Bax, gör necə gözəl-gözəl çeşidləri var. Çox gözəldir. Qonaq otağı üçün, yataq otağı üçün, mətbəx üçün, dəhliz üçün, uşaq otağı üçün, hər cürə. Bəlkə biz də evimizin aboylarını dəyişək. Get başla təmirə. Aton aboyları Mister Dekordan göndərəcək. Əla. Yaxşı, xeyr. Sən mənim bura nə etmirsən? Gəl keçək Brent House-a deyəcəm. Brent House mağazalar şəbəkəsi 2014-cü ildən etibarən müştərilərə xidmət göstərən güvənli alış-verişin ünvanıdır. Mağazalarımızda yerli moda brend markasının uşaq, kişi və qadın geyim kolleksiyaları təqdim olunur. Geniş seçim imkanı ilə yanaşı, seçilmiş məhsullara 50%-dək endirimlər də mövcuddur. Ay qonşu, əli bazarlığı hardan belə? Ay bacı, obanın məhsullarına evi doldururam. Hər alış-verişə görə hədiyyə qazanıram. Oktyabrın 30-na kimi. Obada hər 20 manat alış-verişə görə bir hədiyyə qazanmaq şansı əldə edirsən. iPhone 16, iPad, soyuducu, televizor, iri xırdalı 38-ə yaxın hədiyyə var. Doğrudan, gedim mən də qoşulma. Necə qoşulmaq olar ona? Çox sadə, ay bacı. Obanın mobil təsbirini telefonda yükləyirsən, alış-verişin ədəbiyyəsini skan edirsən, yarışda iştirak edirsən. Onda mən getdim. Ay bacı, mən bizə gəlmirdin. Əşi deyirəm, gedim obaya, əli dolu gəlim də sizə, ay qonşu. Əli boş qonşu ev olar. Get də gözləyirik. Bilirsiniz ki, bu yeni tikili binalardır və yeni tikili binaların özünə məxsus qayda qanunları var. Deyir, həftə sonları qardaş, təmir eləmə. 6 bazar günü təmir olmaz. Ancaq həftə içi təmir eləyə bilərsiniz və həftə içi də təmir ancaq saat 6-ya qədər. Elə səhnəmiz də bununla bağlıdır. Yeni tikili binada gizli təmir. Alqışlarınız var. Hə qardaş, bu remont qutasıya dedən yığıb köçə bilmirik, evimi də köçə bilmirik canım üçün. Çağırmışam ama, çağırmışam. Qardaşlar mebeldən ustalar gəlir. Dedim ki, qardaşlar mebel ustalar gəlin, bu günləri mebel düzün, yekunlaşaq. Ay Səməd. Ay can. Sən deyirsən günləri qarışdırmısan. Günləri? Ustaları bugünə çağırmısan. Ha ben nə vaxta çağırım ay arvad, dedim gəlsinlər, yekunlaşaq da. Bugün çağırmasa baba, nə vaxt çağırım? Nə vaxt çağırım? Sən də çağırdın, düzəməli vaxtda çağırardın da. Sən bilmirsən ki, bazardır. 6 bazar binada iş gördürmək olmur, hə? Qonşular bu saat qaçıcı və komendantın üstündə ki, qonşumuz iş görür. Dırhadırdan yata bilmirik. Şikayətə bax da, təmir vaxtıdır indi. Bildim arvad, variant yoxdur. Mən artıq bildim ki, ay balam, nə qədər qaynanla bir evdə yatmaq olar? Canım üçün. Evimə yığışmaq istəyirəm. Qaynanam da qoca arvad. Bir de görsən yadından çıxdı, kürəkən koridorda yatıb. Yerinə girdiyi paltarla gecə 3-də durur, gəlir üstümə. Görəm arvad gəlir, səs eləm, askıram. Oha! Gəlir, üstümə gəlir. Xəbərin var, sən gecə mən sənin ananla nələr yaşayıram. Səhər-səhər duranda bir-birinin üzünə baxmada utanırıq. Yox, yığışa, həm də işsən. Mənə bax, bezmişəm. Bu komendantlar gündə bir dənə qanun çıxardır. 6-cı gün, bazar günü təmir olmaz. Həftə içi təmir olar, onda başda, axşam 6-da qutar. Ay balam, mən bu remontu eləyim, qutarım da. Ev mənim də qanun olarım da. Elə şey olur. Onu ev alanda fikirləşərdim də. Sənə kim dedi ki, ay Səməd, get premium evdə yerdə ev al ginən. Rezidens deyil, sənin yaşadığın yer, xəbərin var. Burada da hələ-mələ adamlar yaşamır. Handa bir adamlar yaşayır. Oranın öz qayda qanunları var. Bildin nədir? İndi 6 bazar. Sən götürəcəksən bu direli dirhadır iş görməyə. Hə, işə düşəcək də. Sənə onlar gəlib direli sənin əlindən alır. Yox, şeydir. Anonla yaşadıqlarım bəsdir. Sən deyəsən danışıq itirmirsən, ha? Yox, olacaqları deyirəm də. Olacaqları deyirəm. Olacaqları deyirəm, iş istərsini. Sən elə danışaq premium bina, premium bina. Bu premium binanı mənə bağışlamırlar, Bir muşuq pul vermişəm onlara. Bir muşuq, sahib tutarmaq olmur, Sonra evi bizarlıq qanun bunlara çıxar. Evi bizarlıq qanun bunlara tərəf işdir. Özlərindən qanun çıxardırlar. O gün mənə komendant tutub nə deyir? Nə deyir? Belli, Səməd, blokda kladovka olmaz, ha, biləsən. Deyirəm, binəyə qədimdən blokda kladovka olar da. Mən bu turşunun, xiyarın, bu balonları, kompotun putokalarını hara yığacam gecəm. Sən də? Qışda hara yığacam. Sonra mənə belli,
Çaşarsan balkondan ipə sarsınız paltarı qurumağa. İp də olmaz. Deyirəm, bu paltar harada qurusun bəs? Hara açaq paltarları? Harada açaq paltarları? Evin içi zivə çəkməliyik. Görsən arvad, dedim premium bina. Heyfdir o Əhməddəki 9 mərtəbələr. Canımsın. Canımsın, orada bir kladovka vardı. Kladovkadan evə yol açmışdım. Girdin kladovkaya, qalxdın evə. Orada bir ip açmışdın, ip. İp başlayırdı bizim balkondan. Tırası keçirdin, üzbözdə ağac var idi. Ağacda qutarırdı. Rey-mərey paltarlarla düzürdüm, elə bir festivaldır canımızın, festival. Özü arvad, köhnə binaların bir xüsusiyyəti vardı. İpdən asan paltarlardan qonşunun nə tip olduğunu bilirdin. Abrın həyasın. Abrlı qonşular görürdün ki, ipdən alt paltarını tələsirdiler. Alt paltarı asır, qabandan plastiğin asır. Heç zaman görməyəcək. Dəsman asır. Eləsman abırsızdı, belə teyiq asırdı. Yaxşı. Sən cəmaatın paltarlarını niyə güdürsən? Mənə bax, qoy gəlsinlər, işləsinlər, qutarsınlar. Ondan sonra xırda-xırda işləyəcək, heç kimdə xəbər olmayacaq. Narahat. Deyirsən? Hə. Gəldi. Ustalar gəldi. Sən ustaları qarşıla. Ustaları qarşıla. O gəlsinlər. Ha, gəlsinlər, qutaraq bəstəyə, canım üçün. Özlərindən Amerika kəşf edirlər. Canım üçün, köhnə binaları. Hayf o Əhməddəki 9 mərtəbələr. Belə-belə krisa var, belə-belə krisa. Adam bu binada darıxır. Qapını açırın, krisa xoş şey edirdi. Ay, salam mələşim, xoş gəlmişsin. Salam mələşim, salam mələşim. Gözəl ustalar. Eşq olsun qardaşlarım evinə. Hoş geldin. Salam meleykim. Salam meleykim. Bacı salam meleykim. Salam meleykim. Salam. Görüşürəm də, nə olur, görüşürəm. Qohum əqraban da öldü, hə? Qardaş, xoş gəldin. Xeyir olsun, qardaş. Sağ ol, qardaş. Xeyir olsun. Gör nə deyirəm, sən başa dön. Bəli. Bilirsiniz də bugün bazar günü remont olmaz. Bəli. Bir dənə şey soruşum. Siz gələndə komendantdan, axrandan, zatdan sizi görən olmadı ki? Mən gördüm. Ha? Yatmışdı. Yatmışdı? Yatmışdı, hə. Mənim günümə bax. Günümə bax. Mını denən komendanta. Üstüvə gələndə mını denən ki, bizdən ayda 200 manat kamdan alsan, axranın yatıb. Aşı, premium binada axran yatar. Bilmirəm. Yatar axran. Yox. Bir də fikirləşmir ki, ay balam, mən yataram. Bir dənə oğru gəldi, girdi. İraq-İraq, qulağdan qış-qışlar olsun. Gəldi, girdi bizim evimizə. Yığdı mənim qırı-qızılımı, pulumu, paska-paska pullarımı apardı. Düz demirəm, qardaş. Sənin qırın qızılın var. Hardadır? Məsəl üçün deyirəm. Mən deyirəm, yəni, nəyim var, benim bu ev almışım. Pulum yoxdur, qardaş. Mən də deyirəm, məsəl üçün, birdən əlimiz dəyər, cırlar, eləyər. Yox. Remotdur da, bax. Heç nəyim yox, heç nəyim yox. Mən nəyimə lazımdır, nəyimə lazımdır. İstəyirsənsə, işimiz yaxşı geçsin. Bacıya onlar bir dənə sual vereyim. Ha, ver, əlbəttə ki. Bacı, dünənləri mebel qaldırmışam, belim bir damcı sərpib, düz baba bura. Sizdə evdə plastik olmaz. Nə plastıraya, qardaş? Canavar şəkili olan. Bizdə canavar şəkli olan plastır nə gəzir? Şir də olar, şir var. Mənə bax, nə şir var, nə ayı. Gəlmirsən, gedi şu görürəm. Gəl, kəşf. Narahatam, belim ağrıyır. Aptekdir bura. Başa sal. Saralar, üzr istəyirəm buna görə. Haydi. Üzr istəyirəm. Qardaş, imkan varsa, bizə bir stəkan çay ver. Çayımızı içək, ondan sonra başlayaq. Yox, çay olacaq da darım. Sən harada görmüsən, ustaya gələn kimi çay verərlər. Ustanın çayı bizə nə vaxt verilir? O dirəli götürsən, dirəli işə düşdü, çay veriləcək. Sən işləyəsən, gördüm ki, buradan baba, tər başladı. Tər başlayan kimi çayın stolun üstündə narahat olma. Yox, bilirsən nəyə görə deyirəm. O çay elə bir şeydir ki, sonra yaddan çıxacaq da. Sən onu bizə versən yaxşı olar. Ha, yaddan çıxır, arvad buradan mən çay olacaq. Amma istəmirəm, xahiş edirəm. İşə başlayaq. Başlayaq. Bazar günü də dedim, cəmaat yatıb. Elə belə adamlar da deyir. Canım üçün, elə qulaqlar. Təxmini kimlərdir? Aynen. Onları tanısan nə bilim, adı çıldaqlıqsan, çıldaqlıq. Elə mi? Xahiş elə, maksimum sakit işləyirik. Bax, o direliniz var, ha, direl. Direli, bax, lazım olan həddə işlədək, də başa işlədək, alladı. Məsələn, bax, bu lazımdır. Lazımdır. Yüngül var, bax. Ay yaşa. Ay yaşa. Bağladım bırak. Bağladım əl ölçək, bax. Əl ölçək. Başa düşdünüz? Mən təxmini bildim. Təxmini bildim. Necə olacaq direl, qardaş? Elə bir direl götürdüm əlimə. Səhdə, barmaq. İndi dedim axı. Yandırdın direli. İndi dedim axı, qardaş. Bilirsən nə? Mən bilirəm. Deyirəm, yəni şurup uzundur da, ona görə. Şurup uzundur, Allah da. Sən bildin, qardaş.
Evi tikişlər, elə bir saatan tapansa ilə su atır. Yox, səninki də çox qısa oldu. Sən belə düzgün bu mebelinə baxda düzgün qutararsan. Hə, düzdür. Rahat, rahat. Bax, bol şurfa qoydum bax. Bağladım bax. Ay sağ ol. Allah. Aydın. O tərəfə, o tərəfə. Başlayaq qadına. Sən yaxşı. Ay Səməd, bu qonşular bu direnin sesini eşidib şikayət eləsələr necə olacaq? Hay elə, şikayət eləsinlər də narahat olmayın. Qonşu bu səsi eşidəsi, yerindən durası, əynin giyəsi, bizə gələsi, bunlar bu işi qutaracaq, narahat olmasan. Direnin sesi gəlsə bu at qonşu durub gələcək üstümə. Ha, gəlsin də. O da bilsən kimdir, kimlərdəndir, nəşidir? Kimlərdəndir? Mənə aparar gətirməz. Sən yapar gətirmir, başa düşmədim mən. Yox, yəni, məsəl üçün deyirəm də, yəni, istənər də, yəni. Bildim, məsəl üçün qoy mənə aparıb gətirməsə, səni necə aparıb gətirir? Aradan çıxmağa meyillisən, ha deyəsən. Yox, sən canı yaxşılar, söz axtarma. Hacım. Deyirəm, yəni, xeyirli olsun, qəşəng mebel almışsın. Qəşəng. Qardaşlar mebel, nə olma, başqa nə olmalı? Keyfiyyət, zöv. Hamısı bir yerdə. Əla. Hacım. Ver elə. Bəli. Sumkanı aç. Hansı sumkanı? Bacının sumkasını. Bacı ver sumkanı. Ha, bu sumkanı deyirəm də. Bu sumkanı deyirəm də. Ay sənin mənə, mən... Of. Direli ver. Hansı direli? Ha, bu direl olacaq da, bu direl olacaq. Hansı direl? Ha, bu direli, ha. Apar toka tax. Hansı toka? Bu fabrikdə niyə maaş alır onu bilmirəm. Canı vazlar toka, ver mənə qalsın, mən qoşuyorum. Niyə yerim bilmirəm axı. Başqa? Sakit, maksimum sakit. Yavaş yavaş, narahat olma qarda. Tələsmin, özümüzü xırda. Alladı. Şüst var, narahat olma. Başla. Mıqayt parmağı döşərsən. Yavaş ay qorxdum. Mıqayt. Yavaş dedim. Ağzına sürdüm, yavaş olur. Deyirəm batar gözüme de. Gel biraz. Allah üzü istəyirəm qardaş. Deyim, baş sana. Vaxt yoxdur başın. Səməd! Ay Səməd! O da? Ədəkarsan! Niyə açmırsan qapını Səməd? Sən öləsən, Qəmlo gəldi. Qəmlo. Qonşudur. Mən nə qarı? Qonşudur. Mən nə qarı? Qonşudur. Bir daha mənə rahat baxma. Dedim sənə yavaşla. Nətər? Yavaşla, dur. Yavaş. Mənə bax, mənə araba. Sən nə səsli imkan vermirsiniz yatmağa? Bu nə diril səsidir? Səhərin göz açılmamış. Qoymursunuz yatmağa. Ay, sizə qurbanım. Dirilin səsi qonşuya çatmadı. Bu nə tez gəldi başına dön. İndi qoşmuşduq, edir. Mənə bax. Bu qonşu qapının ağzında yatmışdı qardaş. Tez gəldi. Mənə bax, bu odur, səni aparıb gətirməyə. Sən iş yaxşı. Nə var arkadaş? Qulaq aç. Qulaq mən. Niyə? Hadi lan. Səbirli olun. Burada. Hadi lan. Səməd! İşte boğuldu. Ay sana! Bildim. Mənə bax, arvad. Sən get qapını aç. Mən? Qorxma. Qorxma da. Qorxma. Demirdin, mənə aparıb gətirməyəcək. Sən onu qarşıla. Evə dəvət elə. Biraz söhbətə tut. Mən bir dənə variant var, onu edəcəm. Nə variant? Get qarşıla. Mən gedim, dəqiq olsun. Get. Deyirəm qardaş, baş getmişə denəcənədə çay gətirsin də mənə olar. Ha, başıma çay vaxtı, qonşu gəlib şikayəti. Çay vaxtıdır. Çay vaxtı. Mənə bax. Bura. Siz də. Bir dənə baxım sizə. Bax mənə. Tapılar. Gəlin dalımıza. Nə eləmək istəyirsən, başa düşmədim. Bir dənə mənlə yataq otağına dəyək qaydaq, gəlin. Rağ olsun. Kim? Sən mən bir qardaşım da, buyur. Yox, mənim belim ağrıyır. Sən get. Buram çıxıb. Maşına oturandım, başqa vaxt özünü öldürmürsən, qabatama oturacam. Git də, nə? Spalli deyə zarafat eləmə. Ay qardaş. Yeri. Dəqiqləşdirik. Yataq otağına girmir. Yer qapının onun ağzında bir də iş var. Görək gələk. Ha, belə şey olar. Belə şey olar, imkan vermirsin sən yatağa. Nə araydı? Səhərin göz açılmamış. İmkan vermirsin yatmağa. Ay qoşun, nə olub? Yox əsəbləşmişsiniz axı. Əsəbləşərəm də. Bu nə binadır? Premium. Premium binadır. Bəli. Niyə premiumdur? Niyə premium? Burada qaydalar var. Bəli. Qaydalar var ki, altı bazar təmir olmaz. Cəmaət istirahat edir. Mən burada niyə ev almışam? Niyə almısın? Ben niye almışam? Niyə almısın? Çünkü bu ev denize bakır. Ben istəyirəm ki, səhər
dənizin səsinə, Xəzərin səsinə oyanıb. Bir dəqiqə deyəlim, mən səninlə niyə danışıram? Bu evin mənim kişisi yoxdur. Hə? Var, niyə yoxdur? Çağır o kişini bura. Kişini çağır buraya gelip. Yok da lan. Gelmez çünkü bilir ki zibili var. Bəli. Deməli buradan dirək səsi gəlir. Mən düz eşitmişəm. Yata bilmirəm. Əsəblərim oynayır. Akşı siz öldürəcəm özümü. Akşı bir özünüzə gəlin. Hansı dildə söhbət gedir? Burada direl var. Necə direl, hansı direl olur ki? Tokat ağırdan direlim. Basıdan direlim. Dostlar geldik. Ceymiş ki. Mальчики. 1-2, 1-2, 1-2, 1-2, 1-2. Hop. Hop. Yerimizi alırıq. Yerimizi alırıq. Uşaqlar da dil atamız işe gidin. Yerimizi alırıq. Ne? Yüngül hərəkətlərlə. Yüngül. 1-2, 1-2. Sen öyle sen bir yavur oldun bu ne ya? Yüngül hərəkətlə əzəlləri boşaldırıq. 1-2. Yavaş boşaldır əzələlər bir. 1-2. 2. Stres atırıq. Atırıq, stres atırıq. Yumuşalırıq. Yumuşalmışam ben ülkeyi. Yumuşalırıq. Sen çok da yumuşalma ha, bizim işimiz bu da öyle ha. Ben sana dedim altı pazar iş götürmeyey. Yumuşaldır bizi. Benim tünimetriliğime bak. İndisə. Bəli. Götürdük topları. Topları. Belin əzəllərini açırıq. Qaldırdıq. 1, 2, 3, 1, 2, 3. Hoşuma gelmedi. 1, 2, 3. İndi əsas. Tam yumuşalmaq üçün əlimizi qoyduq. Sirkəliyirik. Sirkələ. Bravo. Ben çok üzr istəyirəm. Onlar çok sirkələmiyim. Niyə? Məndə ondan biraz çıxmağım bellidir. O çıxdısa fişu. Narahat olmayın. Çıxsa biz özünü onu həll edəcəyik. Səndə meyillidir, məndə çıxıb ki. Sən elə onu. Davam et, sirkəliyirik. Sirkəliyirik. Sirkələ. 1, 2. Üzürü sayında. Sizin həyat yoldaşınız budur. Ha? Bəli budur. Nə olur mənim həyat yoldaşıma? Aerobika ilə məşğuldur. Malçiki, siz davam edin. Tez gəlin müəllim, tez gəlin. Davam edin, mən gəlirəm. Salam aleyküm, qonşu, necəsiniz? Pis. Necə pis? Çox pis. Əsəbisiz. Bəli. Qonşu, əsəbi qışqırmayın. Qışqıraram. Əsəbisizsə, gəlin qoşulun bizə aerobika edək, bütün əsəbiniz getsin. Xeyr. Mən aerobika eləmək istəmirəm. Mən adam balası kimi bazar günü yatmaq istəyirəm. Amma siz burada direl işlədirsiniz. Direl. 1, 2, Tamam. 3, 4, 1. Ay qonşu, biz burada direl işlətmirik. Biz bunu işlədirik. Maşıq işlədirik. 1, 2, 3, 4, 1. Siz baxın görün, burada direl işlədənlər var. Bir dəqiqə. Acım. Bəli. Onu işlədəndə dırr səs gəlmir axı. Amma mənim yatanda qulağıma səs gəlir. Bu nə səs idi? Mən başa düşmədim. Qonşu, bəlkə siz onu yuxuda görmüsünüz, ola bilər? Əmişka, deyirəm ki, bizə bir dənə vidimizə bax. Biz diler işlədənə oxşadırıq. Aerobika ilə məşğuluq. Sən də götür qoşul bizə. 1, 2. Lazım deyil. Mən sizdən xahiş edirəm. Əgər bizə qoşulmursunuzsa, onda imkan verin bizim tərimiz soymasın. Bəli. Çox xahiş edirəm. Xahiş edirəm. Tərimiz soğudu, bizə soyuq olacaq. Amma dəqiq buradan direl səsi gəlir. Yaxşı yol. Davam edirik. Davam edirik. 1, 2, 3. Getdi. 4. Getdi. Əla sus. 2. Ne oldu? Ne oldu? Getdi, qonşu getdi. Ne oldu? Niye? Götürün, direli götürün. Direlləri götürün. Müəllim, əgər nə deyirəm, bu mənim xoşuma gəldi. Bəlkə davam edəyək. Çox maraqlı gəldi o. 1, 2. Aerobika gəlmişsən bura. Mebelin qoş ki, cəhənnəm ol xaraman qədər. Ne olsun? Bulasını giyinmişik də. Bunu giyinmək bir zülüm, çıxartmaq 2 zülüm. Giyinmişik də qəşəng. Qoy davam edəyək. Özə sən bu dəqiqə tərləmsən, yapışıb əynivə. Yaxşı bey, onbama yapışın. Amma narahat olma, narahat olma. Bəli. Gəlin bir dənə mebeli qutaraq. Ay qardaş, siz elə qutarın mebili də. Mebeli qutaraq, sonra aerobika eləyək. Getdi. Mənim çayım gəlmədi. Çay? Nə? Çay gəlir də qadanam. Sən hələ işləmirsən, topla oynayırsan. Dirək götürməmsən axı qurban. Çay gəlsəydi mən bilərdim də işimi. Gəlir, çay gəlir. Gəlir eləmə. Gəlir. Sən Allah qoy gəlsin. Bu vitdə direl olar müəllim. Götür. Yaxşı qutardı. Əsas qonşunu yola verdik. Başlayın. Mən sana bir daha söz deyim. Bu geyimə, bu direl heç oturmur ha. Başla. Nara, çətin, bazar günüdür, bazar günü. Dən ağara. Yeni fikirlərdə belə. Heç, yaxşı.
Kalksan! Ne oldu ya? Sema! Ay Sema! Adam mısın? Eşitmirsən mən qapını döyürəm. Aç qapını! Sen öyle sen gelin o tezden kayıttı. Kayıttı gelin. Götürür, topla götür. Bir, Ne oldu? Topla iki. götürür. Ala. Bir. Ne oldu ya? İki. Arbat, qapını aç, bırak onu səni. Dört. Yo. Otur. Həsər. Qarnınızı qoyun. Bu nəsə yaxşı deyil. Gəldi. Ay qoş. İndi isə topun üzrə uzanırıq. Qarın piyləmizi əridirik. Getdik. Bir. Düşərsən balkondan aşağı. İki. Üç. Davam edirik. Qarın əzəllərini əridirik. Ay sağ ol. İndi də topun üstündə fırlanırıq. Sol sağ. Sol sağ. Yediğim içtiğim burnumdan geldi. Sol sağ. Malçiki, siz devam eləyin. Biz devam edelim. Getdik də, ya getdik. Ay qonşu, nə lazımdır? Sən dəqiqə başı nəyə gəlirsən bura, ha? Ya gəlmisənsə bizim aeropikaya qoşul. Qoşulmuşsansa, xahiş bizə mani olma. Yok axı ben buradan düştüm aşağı. Gittim eve. Aha. Elə təzəcə yerimə girmişdim ki, təzə dirək səsi gəldi. Aa. Hemen kalktım geldim bura. Ay balam, burada dirək işlədən var. Yok ay müəllim. Görmürsən ki aerobikana məşğuluq. Deyirəm üzr istəyirəm, bəlkə yoldaşımdı korurlayır. Elə bilirsən direl işlədirlər. Xeyr. Evet sana. Birincisi mənim yoldaşım xoruldamır. İkincisi də ki mənim yoldaşım evdə yoxdur. Bəli. Hardadır? Elə bir nəsə bilirsən demirsən. Yok Ya. Ne bilirsən? Dinə. Ne eşitmişsən? Heç demişəm. Mən yəni deyirəm küçədə barədə kimsə soruş verəndə deyim hardadır da. Başa düşmədim. Kisədə bayırdakılar mənim arvadımı niyə soruşur? Yox, qardaş, məsəl üçün deyirəm də, yəni məsəl üçün deyirəm. Yəni marağa da insanlıq halı da, yəni deyirəm görən harda olar? Anasının evində. Allah. Evet selam de. Anasının evindədir. Ay qonşu, bir dəqiqə, nə işsiz? Niyə qoymuşsun mən bu premium binada öz aerobikanı məşğulum da, hə? Nə deməni özümü yumşaq görmüşsün? Eləmi bu dəqiqə lastik keçirdim başıma, ha? Sən məni yaxşı tanımırsan. Sən məşədə bir soruş. Amma direl səsi gəlirdi axı. Gəl aerobikayla məşğul olmursansa, xahişəm çıx çölə. Sağ ol. Sağ salama. Ay, nə qəribə. Devam edirik. Nə qəribə insandan. Devam edirik. Devam edirik. Bir. Qarın əzələr əldirik. Bir. İki. Getdi. Getdi mi? Getdi. Nə qarın? Mən öldüm. Nini? Devam edirik. Devam edirik. Mən bildiğin zülüm çəkir yapıza. Nə zülüm qaran? Bazar günü oldu belə. Da gəl şikayət. Gidə şikayət elə. Ümumiyyətlə. Gəl işləyə çıxaq gedək. Xırda işləyim qalmaz. Götür. Götür. Başla. Mənə bax. Siz işləyin. Bəli. Mən də sizə qəşəng bir çay təmin edeyim. Nə deyirsiz? Çay istəyirsiniz? Çay, əla. Gedər. Arvad. Gəl məndən. Gəl məndən. Çaya gətirsənsə qardaş. Zəhmət olmasa. Vacə denən ki, o çayın yanında bir limonlu konfet olur. İçində də şirə. Çaydan hər içdikcə o ərir, gəlir o şirəyə çatır. Axırda o şirəni yeyirsən. Bax o konfetdən də olsa əl olar. Yumru limonlu. Hə. Sən ondan gətirim, onu yiy, çay gələnə kimi. Şiriyə qədər. Hə. Yox, onun ləzzəti ilə çayda da. O içdikcə ərir də başa düşdün. Hə, ona çay dəlisi ərir. Bu dəqiqə. Hə. Bu dəqiqə. Arvad, gəl amca. Zəhmət olmasa. Gel bəri. Ama aerobika ne tər şeydirsə, belimin ağrısı keçdi. Canımsın düzəldi. Sən də tez öyrəşən insan. Hadi. Başla. Of. Nə deyirsən? Deyirəm ki... Eşitdirəm axı, nə deyirsən? Deyirəm ki, belə oldu. Sən canın nə deyirəm?
de bu. Deyirəm ki, Bəli. ha! Sen öl yok. Ha, çaylar da Çaylar da geldi. Qonşu, Bəli. xoş gəlmisən. Heç xoş gəlməmişəm. Çay içirsən? Kerem, ne şişmirəm ki? Kerem, bu hazır o limonlu içinde şiresi olan. Ay sağ ol. Ölürəm də mən bundan ötürü. Özür. Mökəm ol. Ne çay bir de? Utanmırsan qonşu? Mənə yalan deyirsən, hə? Yalan deyir. Evdə dirər işlədirsən. Adını da qoymusan aerobik, hə? Yox, aerobik elədik, yorulduq, dedik biraz direlliyək. Ha, nə olur? Bu yanırmış ki. Deyəsən uşaq gecə yatmayıb, hə? Mən sizdən komendanta şikayət edəcəm. Görərsiniz. Ay qonşu, nə demək, nə şikayət? 2 çaşka çayımızı içmişsiniz, limonun konfetimizi yemişsiniz. Utanmırsınız, bizdən şikayət edəcəksiniz. Yaxşı ki, başqa şeylər yeməmişəm. Hə? Yıqla. Ya bir dəqiqə, siz başa düşmədiniz, nə bizi? Gedib şikayət edərik. Narahat olmayın. Kesin işə. Kesin işə. Arvad mənimdir, mən ona bələdəm. Bu dəqiqə onu yolda elə yumşalacaq ki, ola fırlanıb bura gələcəklər. Siz işinizi görün. Eftim karım beraber değil benim bey. Qarın niyə qaraldı? Ben çayım içti o. Çay sıxırdaq, çay istəyirsən. Bu dəqiqə çay. Sən başla, çay gətirdim. Sən canım çay gətir. gətir. Başla işə. Abşeron Ticarət Mərkəzi 1500-dən çox mağaza ilə alıcılara minlərlə çeşiddə məhsul təqdim edir. Üstəlik bütün mağazaların qarşısında limitsiz və ödənişsiz parklanma yerləri mövcuddur. Buradakı məhsulların hamısı yüksək keyfiyyətli və zəmanətlidir. Qiymətlər isə olduqca münasibdir. Sərfəli, keyfiyyətli alış-veriş üçün yolunuzu Abşeron Ticarət Mərkəzinə salın. Ünvan Lökbatan, Xocəsən yolu 57, əlaqə Ulduz 67 67. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Valla girmir beynimə də. Buradan öyrənilən buradan yadımdan çıxır. Ay iradə. Uşaqlar, görün sizə nə gətirmişəm. Nə gətirmişsən? Nə gətirmişsən? Biz onun yeni soyuq kofeləri, uşaqlar bir dənə dadlıdır. Bax, özdə latte, cappuccino kim alsınlar istəyir? Mənə latte. Mənə cappuccino. Latte. Birim ver Şirini mənə. azdı, cappuccino sən xoşdursan şirini. Güzər xanım sizin olsun. Təşəkkür, Baxın, bax. Yuxusuzluğu, yorğunluğu, susuzluğu aradan qaldırır. İçin zövq alın. İçməyin. Gəlin belə vuraq, çəkim. Hə? Gəl. Bumerang da elə də. Ay ana, bax, gəlinimin cehizləri hamısı gəldi. Hamısı da Quix'dən. Sağ olsun mənim gəlinimi, sağ olsun. Həmişə bu offside mağazalarında görürdüm bu Quix'in əşyalarını. Ürəyim gedirdi. Sağ olsun gəlinimi. Sağ ol ana. Sağ olsun. Sağ ol. Deyirəm, sağ olsun Quix'in məişət texnikaları. Qırmana getdi. Ana! Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sasis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sasisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız, bir dəqiqə deyəm da, sənin qardaşın arvadın söhbəti mənim neyimə lazımdır. Mən qeybət eləmək istəmirəm, televizora baxıram. Hə? Hə. Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Chico'nun qara ildırım tumları. Chico'nun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız,
Çikolun qara ildırım tumları olandan sonra sənə qədər sənə qulaq asaram. Peki tumum olsun. Ha, ağla. Ne dedim? Bax, divar kağızlarımız da gəldi. Atan evin bütün divar kağızlarını dəyişəcək. Özdə hamısı divar kağızları Mister Dekor'dan. Ay ana nə gözəldilər. Mister Dekor divar kağızları Ağdamın Sənaye Parkında istehsal olunur. Bax, gör necə gözəl çeşidləri var. Çox gözəldir. Qonaq otağı üçün, yataq otağı üçün, mətbəx üçün, dəhliz üçün, uşaq otağı üçün, hər cürə. Bəlkə biz də evimizin aboylarını dəyişək. Get başla təmirə. Atan aboyları Mister Dekor'dan göndərəcək. Dəyərli qonşum, evin oba ilə doldur, hədiyyələr qazan. 1 sentyabr 30 oktyabr tarixində Oba Marketlər şəbəkəsindən 20 azenlik alış-veriş et, bir-birindən dəyərli 38 hədiyyədən birini qazanma şansını əldə et. Lotereyada iştirak etmək üçün minimal olaraq 20 azenlik alış-veriş etməlisiniz. Oba mobil tətbiqini yükləməli və qeydiyyatdan keçməklə siz də iştirak edə bilərsiniz. Bu fürsəti qaçırmayın. Sponsorumuz Brand House mağazalar şəbəkəsidir. Brand House mağazalar şəbəkəsi 2014-cü ildən etibarən müştərilərə xidmət edən, ölkəmizin dörd bir yanında fəaliyyət göstərən güvənli alış-veriş ünvanıdır. Mağazalarımızda yerli moda brend markasının uşaq, kişi və qadın geyim kolleksiyaları təqdim olunur. Müxtəlif zövqlərə uyğun geniş seçim imkanı ilə yanaşı, seçilmiş məhsullara 50%dək endirimlər də mövcuddur. Hamısı bir ünvanda, Brand House mağazalarında. Brand House mağazaları ölkəmizin dörd bir yanında var. Ünvanlarımızla tanış ola bilərsiniz. Çox dəyərli tamaşaçılar, bir komedi kanalında sonuna gəlib çatdıq. Minnətdarıq bizi izlədiyiniz üçün. Bayramdan əvvəl bayram bazarlığı mütləqdir. Səhər maraqlanacam bu söhbətlə. Alanda maraqlanırdın. Amma bu bazarlıqdan bol gülüşlə qayıdacaqsınız. Sən niyə bu ləhcə ilə danışırsan? Mənim anam Hindistanlıdır, atam Səlyanlı. Hər yeni ilin ənənəsinə çevrilən Komedixananın böyük səhnə konsertlərinə yenisi əlavə olunur. Bayram bazarlığı. Çox əsrarəngizdir. Ardarası kəsilməyən gülüş səhnəsi 3 gün ard-arda davam eləyəcək. Nə dedim? 19, 20, 21 dekabrda Görəcəyik də. Heydər Əliyev sarayında biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə eləyə bilərsiniz. Məsələ həll olundu. Dadlı dostu, bol ulduzlu bayram bazarlığına təlləsin. Necədir, bəyəndiniz?